Salam, hər vaxtınız xeyir. Coğrafiya din test toplusu sual 41. London 0 dərəcə meridianda, Bakı isə 50 dərəcə şərq uzunluğunda yerləşir. Bakı ilə London arasında yerli vaxt fərqini müəyyən edin. Bakı ilə London arasında 50 dərəcə fərq var. Biz bu dərəcəni saata çevirməliyik. Çevirək, 50 dərəcəni bölməliyik 15-ə, çünki 1 saatımız 15 dərəcədir. Bölək. 3 saat 5 dərəcəni də dəqiqəyə çevirməliyik. 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün 5 dərəcəni də 4-ə vuracaq, edəcək 20 dəqiqə. Cavab 3 saat 20 dəqiqə 41-də doğru cavab D variantı. Sual 42. Bakıda 21 mart tarixində yerli vaxtla saat 2:20 olan zaman Londonda hansı gün və yerli vaxtla saat neçədir? Biz bayaq tapdıq. Bakı ilə London arasında 3 saat 20 dəqiqə fərq var. Deməli 50 dərəcəni böldük 15-ə, belə tapdıq bunu. İndi biz nə edəcəyik? Aradakı saat fərqinə əsasən Londondakı saatı tapacaq. 3 saat 20 dəqiqədən ilk öncə çıxaq 2:20-ni. 1 saat. Qalan 1 saatı da biz 24-dən çıxacaq. 24:00 çıxılsın 1. Edər 23:00. Bu hesablama daha asan üsuldur. Deməli, vaxt fərqi həqiqətən də baxsaq 3 saat 20 dəqiqə olur. Deməli, Londonda saat 23:00-dur. Baxaq, hansı variant doğrudur? Y variantı. Təbii ki, bir gün geri olacaq. Çünki hələ 12-ni, gecə 12-ni keçməyib Londonda. Deməli, doğru cavab Y variantıdır. Sual 43. A və B məntəqələri arasındakı qurşaq vaxt fərqini müəyyən edin. Baxaq, ilk öncə biz A-nın olduğu coğrafi uzunluğu bölməliyik 15-ə. 76-nı böləcəyik 15-ə. Edər 5 dəfə. Qalıqda 1-dir. Deməli, A yerləşir 5-ci saat qurşağında. İndi B-ni tapaq. 39-u bu səfər bölək 15-ə. Qalıqda 9 qalır. 9 olduğu üçün, yəni 7,5-dən böyük olanda üzərinə 1 gəlirik. 2 üstə gəl 1. Deməli, B də yerləşir 3-cü saat qurşağında. A-nı da yazaq. A da 5-ci saat qurşağındadır. Aralarındakı qurşaq vaxt fərqi isə 5 çıxılsın 3 bərabərdir 2. 2 saat. 43-cün doğru cavabı E variantıdır. Sual 44. Birinci məntəqədə Günəş Qreenwich meridianından 5 saat əvvəl üfüqdə göründüyü halda, ikinci məntəqədə Qreenwich səkindən 3 saat geç görünür. Bu məntəqələr arasındakı coğrafi uzunluq fərqini hesablayın. Deməli, əgər Günəş Qreenwich meridianından 5 saat əvvəl görünürsə, deməli saatda irəlidir birinci məntəqə Qreenwich meridianından nəzərən və eyni zamanda Qreenwich meridianından nəzərən şərqdə yerləşir. Digəri isə qərbdə yerləşəcək, çünki saatda geridir 3 saat. Bu məntəqələr arasındakı saat fərqi 8 saat olacaq və biz bunu coğrafi uzunluq fərqinə çevirmək istəsək, 8 saatı vurmalıyıq 15 dərəcəyə. O da edər 120 dərəcə. Doğru cavab D variantıdır. Sual 45. Bakıdan yerli vaxtla saat 12:00-da 270 dərəcə azimutla uçan təyyarənin 3 saatdan sonra yerə endiyi məntəqədə yerli vaxtla saat 12:00-dur. Bu məntəqənin yerləşdiyi saat qurşağını müəyyən edin. 270 dərəcə azimutla uçubsa, deməli qərbə doğru gedib və 3 saat gedib. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Neçənci saat qurşağıdır bu? 3-cü saat qurşağıdır. Bunu necə tapdıq? 50-ni böldük 15-ə. Qalıq 5-dir. Üzərinə gəlməyəcək. Buradan tapırıq ki, Bakı yerləşir 3-cü saat qurşağında.
və 3 saat sonra yerə enib və qərbə doğru getdiyi üçün biz 3-dən 3-ü çıxırıq 0, yəni 0-cı saat qurşağında yerə enəcək. Deməli 45-də doğru cavab olacaq C variantı. Sual 46. Müşahidəçinin Bakı şəhərindən 0 dərəcə azimutla 4440 km yol gedərək çatacağı məntəqənin coğrafi koordinatlarına və yerləşdiyi saat qurşağını müəyyən edin deyir. Deməli, biz bilirik ki, Bakı 40 dərəcəlik şimal enliyindədir və müşahidəçi də 0 dərəcə azimutla gedib, yəni şimala doğru gedib. İndi biz tapaq görək neçə dərəcə yol gedib. Bunun üçün 4440-ı bölməliyik 111-ə. Niyə 111-ə böldük? Çünki meridian üzrə hərəkət edirik. Meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometrdir. Buna görə də 4440 kilometrə böldük 111-ə. Cavab olacaq neçə dərəcə? 40 dərəcə. Deməli, Bakı 40 dərəcə şimal enliyində yerləşirdi. Həmin müşahidəçi də 40 dərəcə daha gedib və 40-ın üzərinə biz 40 gəlirik. Tapırıq ki, müşahidəçi gedib dayanıb 80 dərəcəlik şimal enliyində. Çünki 0 dərəcə azimutla gedib. İndi həmin məntəqənin coğrafi koordinatları olacaq 80 dərəcə şimal enliyi. Uzunluq dəyişməyəcək amma. Çünki biz eyni uzunluq boyunca hərəkət etmişik. Bakıda yerləşir 50 dərəcə şərq uzunluğunda. Ona görə uzunluq dəyişmir. Deməli, koordinatlar oldu belə. 80 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu və Bakıda demişdik ki, 3-cü saat qurşağındadır. Həmin məntəqədə yerləşəcək 3-cü saat qurşağında, yəni 46-nın doğru cavabı D variantı olacaq. Keçdik 47-ci suala. Bakıda yerli vaxtla saat 4:28-dir. Ondan cənub-qərbdə yerləşən yay gün dönümündə günəş şüalarının günorta 36,5 dərəcə bucaq altında düşdüyü A məntəqəsində isə saat 20:36-dır. A məntəqəsinin yerləşdiyi saat qurşağını və onun coğrafi koordinatlarını müəyyən edin. Biz ilk öncə coğrafi uzunluğu müəyyən edək. Coğrafi uzunluğu necə müəyyən edəcəyik? Saat fərqinə əsasən. Deməli, A məntəqəsində saat 20:36-dır. Bakıda isə 4:28-dir. Arada nə qədər saat fərqi var? Gəlin ilk öncə bunu tapaq. Deməli, biz ilk öncə 24:00-dan 20:36-na çıxaq. Baxaq 24:00-a qədər neçə saat fərq var? 24:00 çıxılsın 20:36 bərabərdir. 24:00-u 23:60 şəklində göstərə bilərik. Yəni 60 dəqiqə çıxartdıq bura. Çıxma asan olsun deyə. Bərabərdir. 3 saat 24 dəqiqə. Demək 12-yə qədər, yəni gecə 12-yə qədər 3 saat 24 dəqiqə var. Və Bakıda da 4 saat 28, saat 4:28-dir. Biz 3:24-ün üzərinə 4:28 gəlsək, aradakı saat fərqini taparıq. 7 saat 52 dəqiqə. Buradan da biz coğrafi uzunluq fərqini tapa bilərik. Nə edəcəyik? Təbii ki, 7-ni vuracaq ilk öncə 15 dərəcəyə. Çünki 1 saatımız 15 dərəcədir. Edəcək 105 dərəcə. 52-ni də dərəcəyə çevirsək, 52 dəqiqəni bölməliyik 4 dəqiqəyə. Çünki 1 dərəcəmiz 4 dəqiqədir. 52-ni 4-ə böləndə edəcək 13 və 105-in də üstünə 13 gələcək, 13 dərəcəni. Deməli, arada 118 dərəcə fərq var. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Biz qərbə doğru getdiyimiz üçün, çünki ondan cənub-qərbdə yerləşən deyir. 50-dən çıxmalıyıq 118-i. O da edər -68. Mənfi o deməkdir ki, yəni məntəqə qərbdə yerləşir. 68 dərəcə qərb uzunluğu. Biz uzunluğu tapdıq. İndi enliyi tapmalıyıq. Enliyi də bucağa əsasən tapacaq. Yenə biz məntəqənin coğrafi enliyinin tapılması düsturuna əsasən Günəşin zenitdə olduğu enliyin üzərinə
ya üzərinə gəlməliyik, ya da çıxmalıyıq. Yəni plus minus biz bilmirik dəqiq ki, hansı enlikdə yerləşir. Yəni günəşin olduğu, zenitdə olduğu enliklə məntəqə eyni enlikdədirmi, yoxsa fərqli enlikdədirmi? Biz bunları bilmirik də. Ona görə üstəgəl və minus şəklində yazmalıyıq ilk öncə. Mötərizə içərisində maksimum düşmə bucağı 90 dərəcə, çıxılsın 36,5 dərəcə. Çünki 36,5 dərəcə bucağı altında düşür günəş şüaları. Bərabərdir 23,5 plus minus 53,5. O da bərabərdir. Biz üzərinə gələ bilmərik, çünki Bakıdan cənub-qərbdə yerləşir deyir, yay gün dönümü günündə. Və Bakıdan cənub-qərbdə olduğu üçün üzərinə gələndə daha çox bucaq altında düşəcək və bu mümkün deyil. Deməli, daha doğrusu yuxarı enlik olmuş olacaq. 23,5 dərəcənin üstündə 53,5 dərəcə gəlsək, Bakıdan da şimalda yerləşmiş olacaq. Amma halbuki burada cənub-qərbdə yerləşir deyir. Ona görə çıxmalıyıq. Çıxanda da edəcəyim neçə? -30. -30 o deməkdir ki, yəni cənub enliyində yerləşir. Deməli, 30 dərəcə cənub enliyi, koordinatları yazaq. 68 dərəcə qərb uzunluğu. Varianta baxırıq. C variantı uyğundur. İndi biz saat qurşağında tapaq. Saat qurşağını tapmaq üçün nə edəcəyik? 68-i böləcəyik 15-ə. 68 bölünsün 15. Qalıqda 8-dir, üzərinə 1 gəlirik, 5 edir və qərbdə olduğu üçün 24-dən 5-i biz çıxmalıyıq. Qərbdə olanda saat qurşağının tapılmasına görə biz 24-dən həmişə çıxırıq. 19. Deməli, doğru cavab oldu C variantı. Sual 48. Bakıda saat 10:00-dur. Bəs ondan 75 dərəcə şərqdə və 75 dərəcə qərbdə yerləşən məntəqələrdə saat neçədir? Gəlin ilk öncə biz 75 dərəcəni saata çevirək. Bunun üçün nə edəcəyik? 75-i bölməliyik 15-ə. Bölək. 75 bölünsün 15. Deməli 5 saat. Deməli, əgər şərqdə yerləşirsə həmin məntəqə, üzərinə gələcək onun. Çünki şərqdə yerləşən məntəqələr özündən qərbdə yerləşən məntəqələrdən saatda irəlidir. Ona görə 10:00-un üzərinə bir dəfə 5:00 gələcək. Şərqdə olanı tapırıq ilk öncə. 15:00-dur. Yəni, sonra bir dəfə də çıxacaq. Niyə? Çünki qərbə doğru saat azalır. 10:00-dan 5:00 çıxacaq. Edəcək 5:00. Tapırıq ki, 15:00 və 5:00. 75 dərəcə şərqdə 15:00-dur. 75 dərəcə qərbdə yerləşən məntəqədə 5:00-dur. 48-in doğru cavabı A variantıdır. Sual 49. Əgər 117 dərəcə şərq uzunluğunda yerləşən Pekin şəhərində yerli vaxtla saat 10:00-dursa, bu vaxt London və Bakı şəhərlərində yerli vaxtla saat neçə olar? Biz ilk öncə London 0-cı uzunluqda yerləşir. Pekin 117 dərəcə şərq uzunluğunda yerləşir. Arada 117 dərəcə fərq var və biz 117 dərəcəni saata çevirməliyik Londonda olan saatı tapmaq üçün. Bunun üçün 117-ni böləcəyik 15-ə. 7 dəfə 105 12. Deməli 7 saat 12 dəqiqəyə çevirsək 4-ə vurmalıyıq. 48 dəqiqə edir.
Deməli 7 saat 48 dəqiqə fərq var Londonla Pekin şəhəri arasında və Pekin şəhərində saat 10:00 olursa, London Pekindən qərbdə yerləşdiyi üçün biz çıxacaq 10:00-dan 7:48-i. Tapacaq ki, Londonda saat neçədir. Deməli 10:00-u 9:60 şəklində göstərək. Bərabərdir 2 saat 12 dəqiqə. Yəni 2:12-dir. Londonda saat 2:12-dir. İndi Bakı şəhərində tapaq. Bunun üçün nə edəcəyik? Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Pekin yerləşir 117 dərəcə şərq uzunluğunda. Aradakı uzunluq fərqini tapmalıyıq. Bunun üçün 117-dən 50-ni çıxmalıyıq. Edər 67. 67-ni də biz 15-ə bölsək. 64 saat. 7 dərəcəni də 4-ə vuraq. 28 dəqiqə. Arada deməli 4 saat 28 dəqiqə fərq olacaq. Yenə Pekin şəhəri də Bakıdan saatda irəli olmalıdır. Çünki Bakı Pekinə nəzərən qərbdə yerləşir. Ona görə çıxmalıyıq 10:00-dan. Yenə 10:00-dan çıxırıq 4:28-ə. Mən birbaşa cavabı yazacağam. Buralara artıq aydın oldu sizə. 5:32. Bakıda saat 5:32-dir. Cavablara baxsaq, 49-un doğru cavabı C variantıdır. Bu video üçün sonuncu suala baxırıq. Sual 50. Coğrafi koordinatları 58 şimal eniyi və 132 qərb uzunluğu olan A məntəqəsində yerli vaxtla saat 13:40-dır. Bu zaman 31 şimal eniyi və 7 dərəcə qərb uzunluğunda yerləşən B məntəqəsində yerli vaxtı hesablayın. Deməli, biz yerli vaxtı tapmaq üçün uzunluqdan istifadə edəcəyik. Enlik bizə lazım deyil. Deməli, məntəqənin biri yerləşir 132 qərb uzunluğunda, digəri yerləşir 7 qərb uzunluğunda. Yəni, eyni yarım kürədə olduqları üçün çıxacaq ilk öncə. Dərəcə fərqini tapaq. 132-dən çıxaq 7 dərəcəni. Tapırıq ki, 125 dərəcə fərq var aralarında. Biz bu fərqi saata çevirməliyik. Saata çevirmək üçün təbii ki 15-ə bölməliyik. Çünki bir saatımız 15 dərəcədir. 8 dəfə 5 dərəcəni də dəqiqə şəklində göstərəcəyik. 5-i vurmalıyıq 4-ə, edər 20 dəqiqə. Deməli, aralarında 8 saat 20 dəqiqə fərq var. Nə edəcəyik? Deməli, B məntəqəsi 7 dərəcə qərb uzunluğundadır. A-ya nəzərən daha şərqdə yerləşir. Saatda irəli olmalıdır A-ya nəzərən. Çünki A 132 qərb uzunluğundadır. B 7 qərb uzunluğundadır. Ona görə biz A məntəqəsindəki saatın üzərinə gəlməliyik 8 saat 20 dəqiqəni B-də olan saatı tapmaq üçün. Deməli 13:40-ın, çünki A-da saat 13:40 idi, üzərinə gəlirik 8:20. Bu da edir neçə? 21:60. Bu da 1 saat olduğu üçün 22:00. Baxırıq cavablara. 50-nin doğru cavabı D variantıdır. Bu videoluk bu qədər. Kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm.